ABŞ prezidenti Donald Trump cümə günü Qlobal Media Agentliyinin və bəzi digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması haqqında fərman imzalayıb. Müvafiq sənədi Ağ Ev dərc edib və Qlobal Media Agentliyi xarici siyasətin təbliğinə cavabdeh və Amerikanın Səsi və Azadlıq, Azad Avropa kimi dövlət büdcəsindən maliyyələşdirilən ABŞ radiostansiyalarının fəaliyyətini məhz əlaqələndirir və bu haqda danışırıq. Biz qonağım Jurnalistlər Həmkarlar İttifaqının sədri Müşfiq Ələskəridir. Müşfiq müəllim, salam, xoş gəlmişsiniz. Xoş gördük. Donald Trump'ın yeni administrasiyaya qayıtmasından sonra köhnə yeni adlandıraq. Bir sıra radikal addımlar olub və bu addımlar sırasında eyni zamanda da bütçədən, Amerika dövlət büdcəsindən maliyyələşən bəzi kütləvi informasiya vasitələrinin fəaliyyətə xitam verilməsi haqqındadır. Buna niyə zərurət yarandı sizcə? Özdəki Amerika Birləşmiş Ştatlarında. Təşəkkür edirəm, Bəfə xanım. Məsələ belədir ki, Donald Trump hakimiyyətə gəldi ilk gündən etibarən yanvarın 24-də xaricə ünvanlanmış layihələrin araşdırması haqqında sərəncam verib. Bu yanvarın 24-də olub. Ona əsasən, həmin sərəncama əsasən ABŞ-dan maliyyələşən və xaricə yönəlik bütün donor institutların və layihələrin mahiyyəti araşdırılır və onların səmərəliyi araşdırılır. Buna uyğun olaraq da dövrü olaraq, demək 94 gün ərzində bu araşdırmalar davam edəcək, yanvarın 24-dən başlayaraq. Bu müddət ərzində fasilələrlə dövrü olaraq faktlar haqqında araşdırma verilir. Ona görə biz bugün Amerikanın Səsi, Azadlıq Radiosu və Azadlıq Asiya radiolarının fəaliyyətinə baxırıqsa, kök buradan qaynaqlanır. Və orada təkcə bu radiolar deyirlər. İndiyə qədər biz indi media sahəsində danışdıq üçün deyirik, media sahəsini təsir göstərən iki böyük məsələdən danışa bilərik. Biri USAID-nin fəaliyyətinin dayandırmasıdır, hansı ki o qeyri-hökumət təşkilatlarını, arxiv redaksiyalarını, jurnalist təşkilatlarını və digər mühüm istiqamətləri əhatə edirdi. Biri isə ABŞ Qlobal Media Agentliyidir, hansı ki birbaşa bu dövlət büdcəsindən maliyyə alan media qurumlarını, o cümlədən Azadlıq Radiosunu, Amerikan Səsini və Azadlıq Asiya radiolarını deməli maliyyələşdirirdi. Biz bu radioların niyə fəaliyyəti dayandırır araşdırması üçün 24 yanvar sərəncamını ortalığa çıxardan zərurətə baxmalıyıq. Həmin sərəncam imzalanan zaman Trump komandasının açıqlaması bu oldu ki, iki istiqamətdə burada problemlər yaranıb. Bir, bu layihələrin özünün səmərəli olub-olmamasıdır. İki, həyata keçirilən layihələrdə korrupsiya hallarının ortalığa çıxmasıdır. Biz indi vaxt məhdudiyyətini nəzərə alaraq deyək, orta hesabatlarda açılan rəqəmlərdən belə məlum olur ki, bu layihələrə ayrılmış vəsaitlərin təqribən 40% korrupsiya əlaməti olaraq mənimsənilibdir. Baxın, biz USAID vasitəsilə hər il təqribən 50 milyard dollar ayrıldığını nəzərə alsaq və ABŞ Qlobal Media Agentliyi vasitəsilə yenə milyardlarla dollar ayrıldığını nəzərə alsaq, bunun 40%-ni götürəndə çox böyük rəqəmlərdən söhbət gedir və o baxımdan deməli, bu cür maliyyə itkisini və korrupsiya hallarının qarşısını almasının atılmış addımdır. İkinci istiqamət yerdə qalan maliyyənin nə qədər səmərəli istifadə olunmasıdır. Bu layihələr niyə xərclənir xaricdə? Bunun mahiyyətinə baxmaq lazımdır. Məsələn, USAID və Qlobal Media Agentliyinin əsas missiyası, belə deyək ki, Amerika Birləşmiş Ştatlarının yumşaq güc alətidir. Bunlar ABŞ-ın xaricdə ekspansiya siyasətini həyata keçirən qurumlardılar. Yəni, bu təşkilatlar ayrı-ayrı ölkələrdə həyata keçirdikləri layihələr vasitəsilə əslində adını qoyurlar ki, o ölkələrdə humanitar problemlərin həllinə dəstək verirlər, demokratik inkişafa dəstək verirlər. Amma sir deyil ki, indi də onlar daha çox açılır ki, bunların əsas missiyası fəaliyyət göstərdikləri ölkələrdə
ayrı-ayrı sosial zümrələri şirnəşləşdirərək ələ almaq, onları ABŞ təbliğatının, siyasətinin təsiri altına salmaq və nəhayət ABŞ siyasətinin icrasına çevrilməkdir. Yəni, bir növü bu qurumlar ayrı-ayrı dövlətlərdə müxtəlif sosial zümrələri ABŞ üçün, ABŞ təsirində olaraq, belə deyək ki, tərbiyə edirlər, onlara ideoloji yön verirlər və ABŞ-ın maraqlarından çıxış etməsi üçün zəmin hazırlayırlar. Məsələ oradadır ki, son dövrlər artıq Trump hakimiyyəti ilan edir ki, bunlar nəinki ayrı-ayrı dövlətlərdə bu cür təbliğat işləri aparıb, belə deyək ki, ABŞ-ın orada ekspansiya siyasətini həyata keçirlər. Əksinə, özlərinin yaratma siyasətləri vasitəsilə həmin ölkələri, hətta ABŞ-a dost olan ölkələri də ABŞ-ın düşməninə çevirirlər. Yəni, burada bir yaratmaz bir siyasət var, burada düzgün olmayan həyata keçirilən bir təbliğat var və s. və l. Yəni, məsələnin kökü buradandır. Dediyimiz kimi, qaydaq bağlayaq cümləni. Bir, yəni bu təşkilatların fəaliyyətinin araşdırılmasının kökündə bir korrupsiya əlaməti, ikincisi isə fəaliyyətin səmərəsiz olması və ABŞ-a heç bir səmərə gətirməməsidir. Amma Vəfa xanım, icazə versəz, mən də burada bir dənə də elementi çatdırmaq istəyirəm. Bu onların özlərinin işidir. Yəni, daxili araşdırma gedir, sərəncamlar verilir, bunların fəaliyyəti dayandırılır bəziləri ki, dayandırılıb. Məsələn, əslində asan məsələ deyil, yəni bu proses biraz çəkəcək. Əlbəttə, illərlə formalaşan strukturlardır. Bilirsiniz, məni maraqlandıran burada sual nədən ibarət? Əslində, yəqin ki, tam olaraq həm biz, həm izləyicilərimiz bilir sualın cavabını, amma biraz daha təhlilli yanaşaq. Misal üçün, siz vurğuladınız, şərh etdiniz, bax, bu qədər prosesi reallaşdırırsa və ələxsus USAID elə bir təşkilatdır ki, həm Belarusda, həm Yaxın Şərqdə, həm misal üçün Rusiya-Ukrayna müharibəsində, Çində, Cənubi Qafqazda apardığı siyasət göz önündədir. Və əgər bu Amerika Birləşmiş Ştatlarının xarici siyasətinə bu qədər ziyan vururdusa, niyə Biden-Blinken cütlüyü bunu aradan qaldırmırdı? Trump mı gəlməli idi? Çox sağ olun. Çox gözəl nüansdır. Bunu mütləq şəkildə biz vurğulamalıyıq. Məsələ oradadır ki, Trump hakimiyyətinin biraz da bu məsələlərə bu cür hirsli yanaşmasının, bu cür sürətlə yanaşmasının bir səbəbi də var. Çünki mahiyyət etibarına baxın, USAID-in adı nədir? ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Yəni adından da göründüyü kimi bunun fəaliyyəti yönəlib xaricdəki olan proqramlara. Amma son vaxtlar bu qurumun rəhbərliyinə gəlmiş şəxslərin yaratmaz fəaliyyəti nəticəsində bu təşkilatlar həm də belə deyək ki, xaricdə təbliğat aparmaq, xaricdə iş qurmaqla yanaşı, həm də ABŞ-ın daxili siyasətinə nüfuz etməyə başlamışlar. Konkret iki dənə misal deyirəm, fakta baxaq orada. USAID, OCCPR deyilən bir, bilirsiniz ki, böyük bir korrupsiya və mütəşəkkil korrupsiya və cinayət hallarını araşdıran beynəlxalq jurnalist layihəsi var ki, illərdir ki, bunlar dünya dövlətlərinə zülm edirlər. Onlar haqqında yalancı, negativ informasiyalar yaymalı edilir. Məsələ oradadır ki, son vaxtlar bu 2020-ci illərdən sonra, Trump hakimiyyətdən getdikdən sonra həmin OCCRP həm də Trump kampaniya əvvəlki dövründə, prezident olduğu dövrdə vəzifədə olmuş şəxslərin, Trumpa dəstək vermiş şəxslərin belə deyək, araşdırılması barədə layihələrə başlatdılar. Amma əslində həmin şəxslərin ləkələnməsi üçün bir proqram başlatdılar. Baxın, Trumpa ən yaxın şəxslərdən biri olan New Yorkda çalışmış mer kimi və Trumpın təhlükəsizlik məsələləri üzrə deməli, müşaviri olmuş şəxs haqqında bir layihə həyata keçirdilər və onun güya korrupsiyada əlinin olması, onun belə deyək ki, qeyri-səmərəli fəaliyyət göstərməsi barədə, geniş biznesi barədə məlumat verilir. Amma işin əsasında heç bir şey yoxdur. Kim araşdırdı bu faktları, dırnaqarası faktları, bu uydurma faktları, hesabatları kim verdi? OCCRP. OCCRP maliyyəni hardan almışdı? Bəlli oldu ki, USAID onlara 20 milyon dollar dəyərində layihə verib ki, deməli, Trump komandasında olan şəxslərin araşdırması haqqında. Baxın, burada nə nəticə çıxır? O nəticə çıxır ki, əslində xarici ölkələrdə fəaliyyət göstərməli olan və ABŞ-a dost qazandırmalı olan, ABŞ siyasətini təbliğ etməli olan bir qurum qayıdır, ABŞ-ın içərisində hakimiyyət daxili məsələlərə qarışır və burada
Demokratlar Partiyasının tərəfini tutur. Yəni Trump özü Respublikaçılar Partiyasıdır, onlar isə Demokratdır. Niyə görə? Çünki USAID-nin rəhbərinə Demokratların nümayəndəsi gətirmişdi, Samantha Power gətirmişdi. Samantha Power'ın bu cür hərəkətləri tərsəx Trump onun kampaniyasına qarşı yönəlmişdi. Yox. O çox ciddi həm də əlavə bir yanlışlığa yol vermişdir. Baxın Vəfa xanım, mən özüm də beynəlxalq donor təşkilatlarla işləyirəm. Orada müəyyən etiket qaydaları var. Yəni bu təşkilatlar qrant verdikləri, maliyyə verdiklərini və maliyyələşdirdikləri layihələrin partnyor təşkilatlarla, yəni çox da səmimi və dostluq münasibətinə getməməlidirlər burada. Sırf işgüzar münasibətlərdən söhbət getməlidir. Samantha Power neyinirdi? Bu layihələri ayırtdırırdı, yəni o USAID-in rəhbəridir, ayırtdırırdı özünün dost olduğu şəxslərə. Baxın, bu adamın hətta Azərbaycana qarşı bilirsiniz ki, USAID-lə nə qədər problem çıxdı. Mahiyyətində nə dururdu? Onun Ruben Vardanyanla dostluğu, hansı ki, bugün Bakıda mühakimə olunur, o separatçı hərəkətə dəstək. Ruben Vardanyanla onun hədiyyələr alması barədə, onun təşkil etdiyi banketlərə qoşulması və s. Yəni, baxın, yəni USAID-in rəhbəri bu fəaliyyətlə məşğuldur. Eyni zamanda ABŞ Qlobal Media Agentliyinin rəhbərləri də tutaq ki, zaman-zaman. Yəni, demokratlara yaxın olduqları zamanda onlar ABŞ-ın xarici siyasət missiyasını unudaraq özlərinin şəxsi ambisiyalarını ortalığa qoyurdular, şəxsi dostlarını qorumağa çalışırdılar, belə deyildir arası və bu zərurət yarananda hətta ABŞ-ın içərisində olan siyasətçilər də bu yolla ləkələyirdilər. O cümlədən eyni hərəkəti Donald Trump'a komandasına qarşı da törətmişlər. Bu baxımdan araşdırma təbiidir, amma bu prosesin özünün nəhayət ki, dərk olunması, belə deyək ki, çox müsbətdir. Bir də bir elementi vurğulayaq, gəlin baxaq təməl məsələyə. Məsələn, USAID deməyə tutaq ki, Amerikan Səsi Radiosu indi bağlandı. Baxın, Amerikan Səsi Radiosu niyə yaradılmışdı 1942-ci ildə? Bunun əsas missiyası qoyulmuşdur ki, faşizmə qarşı, belə deyək ki, əks təbliğatın qurulması. Alman faşizminə qarşı, yaxud da ki, sonra bunun fəaliyyətini inkişaf elətdirdilər. Azadlıq Radiosu vasitəsilə əlavə bir qolaşdılar 50-ci illərdə. Soyuq müharibə dövründə sosialist, belə deyək ki, təbliğatına qarşı əks təbliğatın yaranması. Bugün Almaniya faşizmi varmı? Yoxdur. Tutaq ki, sosializm sistemi qalınmı? Yoxdur və s. və l. Onda Azadlıq Radiosu və Amerikan Səsi kimə qarşı mübarizə aparırlar? Yəni, ən azı bu məsələlərdə özlərinin fəaliyyətində bunlar dönüş etməlidirlər. Yeni dövrdə nə üçün durublar və nə üçün mübarizə aparırlar? Nədir bunların informasiya siyasətinin mahiyyəti? Bunu ən azı cəmiyyətə açıq tekstlə, belə deyək ki, elan etməlidirlər. Amma elan edə bilmədilər. Yəni, dövrün tələblərinə uyğunlaşa bilmədilər. İndi dünən icazə versiniz deyim, məsələn, Steven Kapps var, bu Azadlıq Radiosunun rəhbəridir. Dünən açıqlama verib ki, təəssüf ki, Trump bu cür hərəkət etməklə İran ayətullahlarının siyasətinə yol açdı, tutaq ki, Çin kommunistlərinə yol açdı, nə bilim, Rusiyaya qarşı olan təbliğatın genişlənməsini. Əslində, baxın, gəlin baxaq, Amerikan Səsi yazıqdaq ki, Azadlıq Radiosu son dövrlər öz problemlərinə, məsələn, İran ayətullahlarının siyasətinə nə dərəcədə mane ola bilirdilər. Baxın, İranda bir dənə o İran müzakirələri və müxtəlif, belə deyək ki, o korporativ bir təşkilatı yaradıblar. Məsələn, Azad İran, belə deyək ki, agentlik deyilən bir qurum yaratdılar. İnternet üzərindən fəaliyyət verir. Nə qədər səmərəli fəaliyyət göstərirlər. Yəni, 1300 nəfər əməkdaşı olan Amerikanın Səsi Radiosunun görməli olduğu işi, əslində güya ki, o cür qəbul etsək ki, bu İran, məsələn, o yanlış və zərərli ideologiyasına qarşı təbliğat tapır. Həmin işi bir internet kanalı çox sadə bir vasitə ilə həyata keçirir. Yəni, burada Amerikan Səsindən də, Azadlıq Radiosundan da daha sambalı şəkildə ortalığa qoyur. Çünki məqsədi bəllidir. Müşfiq müəllim, bir də bir məsələyə toxunaq. Siz qeyd etdiniz, axı, açıqlamasında rəhbər deyir ki, İrana qarşı apardığımız siyasət, Rusiya-Ukrayna müharibəsi və Avropa İttifaqının təhlükəsizliyi və s. məsələlərini güya Trump qarşısını aldı. Amma əslində Azadlıq Radiosunun və Amerikan Səsinin həyata keçirdiyi Cənubi Qafqazda da bir missiya var idi. Təbii ki, Elon Musk demişdi ki, onları heç kim dinləmir. Həqiqətən də heç kim dinləmirdi Amerikada, amma bunlar var idi və sadəcə olaraq ürək bulandırmaqla məşğul idilər. Və nə edirdilər? Cənubi Qafqazda əhli-əxsus Azərbaycanla bağlı yalan təbliğat maşını rol oynayırdılar. Bizim
Azərbaycanlıdırlar, təəssüflər olsun ki, amma Azərbaycandan gedən və onların bir növ onlara dəstək verən, Azərbaycana qarşı o qarayaxma kampaniyasında elə USAID kimi təşkilatlardan maliyyələşən şəxslərlə işləyirdilər, onlardan müsahibələr dərc edirdilər. Bir də bax, bu məsələni istərdim ki, bir media eksperti kimi təhlil edəsiniz, çünki biz bilirik ki, biz həmkarıq və biz bilirik ki, medianın gücü nəyə sahibdir və nəticə etibarilə və bu mediada Amerikadadır. Xanım, yenə çox gözəl bir məqamın üzərinə gəldi, çıxdınız. Xatırlayırsa, cənab prezident bu yanvar ayı ərəfəsində o ilk təbrikində çox deməli yaxşı bir nüansları bu məsələ ilə bağlı nüanslara aydınlıq gətirmişdi. O göstərdi ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər həmişə dostluq və strateji müttəfiqliyə belə deyək ki, istiqamətlənmiş münasibət olub və Azərbaycan mövcud olduğu regionda ABŞ-ın o sülhə, demokratiya, inkişafa, bəşəriyyətə, rifaha yönəlmiş bütün layihələrinə dəstək verib. Sadalamışdı orada, tutaq ki, ABŞ-ın Əfqanistanda keçirdiyi proqramlara necə dəstək verib, təhlükəsizliklə bağlı digər məsələlərə necə. ABŞ-ın Azərbaycanla bağlı niyə problemi olsun ki? Bax, söhbətin kökündə və bu problemləri kimlər yaradırdılar? Bu problemləri ABŞ-la Azərbaycan arasında münasibətlərin pozulmasına yönəlmiş birbaşa siyasəti aparırdı Joe Biden və Demokratlar Partiyası. Onun təbliğat işini aparırdı və o işi real olaraq yerdə görürdülər USAID vasitəsilə, Qlobal Media Agentliyi vasitəsilə, Amerikan Səsi vasitəsilə və digər bu kimi radio proqramları. Keçək digər bir ölkə. İndi siz Cənubi Qafqazdan dediniz, ona görə gətirirəm. Əslində, hətta bilirsiniz ki, Gürcüstan, deməli, o da ABŞ-la kifayət qədər sıx münasibətlərə malikdir və ABŞ-ın buradakı dost dövlətlərindən biri sayılırdı. Gürcüstanla ABŞ münasibətlərinin pozulmasına və sonda hətta ABŞ-ın ora sanksiya qoyması məsələsinə səbəb olan amil nədir? Çoxları deyirlər ki, 2024-cü ildə keçirilmiş seçkidir, amma bu deyil məsələ. Hələ 2022-23-cü illərdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti müəyyən etmişdir ki, USAID başda olmaqla ABŞ-ın bir sıra donor institutları Gürcüstanda dövlət çevrilişini gerçəkləşdirmək üçün layihələr həyata keçirirlər. Yəni, USAID-nin bu məsələləri Gürcüstanda dövlət çevrilişi keçirməyə, ABŞ-a dost olan bir ölkədə bu məsələləri həyata keçirməkdə məqsədi nədir? Yəni, burada da eşəndə gedir o təşkilatların belə deyək ki, rəhbərində duran şəxslərin, onun fəaliyyətini həyata keçirən şəxslərin şəxsi ambisiyaları, qrup maraqları və belə deyək ki, ABŞ-ın maraqlarını belə deyək ki, tapdalayaraq özlərinin müxtəlif qrup və şəxsi ambisiyalarının icrasına çevrilməlidir. Azərbaycana qarşı da münasibət o kontekstdə olub, Gürcüstana qarşı münasibətdə o kontekstdə olub və sair digər ölkələrə qarşı da münasibət belə olub. Ona görə mən əslində əvvəldən bunu qısa şəkildə deyib keçmişdim, indi detallarına gəldi, çıxdı. Mən əslində bayaqlayanda bunu vurğulamaq istəyirəm ki, bu təşkilatlar USAID-də olsun, Qlobal Media Agentliyi olsun, Amerikan Səsi olsun, Azadlıq Radiosu, yəni bunlar ABŞ-a dost qazandırmaq əvəzinə onun dostlarını düşmənə çevirirdilər deyəndə, əslində mən bu məsələləri nəzərdə tuturdum. Amma proses tərsi Azərbaycanla, Gürcüstanla və başqaları ilə bitmir. Yəni, dünyanın bir çox onlar 120-yə yaxın ölkədə fəaliyyət göstərirlər. Hamısında eyni nataraz, qeyri-mütənasib fəaliyyətləri həyata keçirirlər. Müşfiq müəllim, çox sağ olun. Təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün. Studiyada qonağım Jurnalistlər Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli idi və biz onunla birlikdə USAID, eyni zamanda Amerikanın prezidenti Donald Trump'ın həyata keçirdiyi kütləvi informasiya vasitələrinin təmizlənmə missiyasından danışdıq. Amerikanın Səsi Azadlıq Radiosunun bağlanması və bunların bağlanmasıyla dünyadakı o kütləvi informasiya vasitələrinə olan inamın bir növ artması da həm də deyə bilərik, belə də adlandıra bilərik. Çünki bu cür təşkilatlar maliyyələşdikləri yerlərdən aldığı pullar hesabına qarayaxma kampaniyası, kilit standartlara söykənən bir siyasət aparırdılar. Bu isə birinci növbədə elə kütləvi informasiya vasitələrində çalışan jurnalistlərə və burada həqiqətən əziyyət çəkən insanların əziyyətinə vurulan ziyanı idi.